Hörmətli YouTube kanal izləyicilərim, bugün mən sizə Sabunçu rayonu Maşdağa yolunda Palma marketə yaxın, yola yaxın 14 sot torpaq sahəsində gözəl bir bağımızı sizə təqdim edirəm. Kənd həyatı yaşamaq istəyirsinizsə, deyirsiniz ki, yo, mənim bağım, bağçam olsun, bu cür gözəl evi əldən qaçırtmayın. Evin qiymətində şok qiymət olur. Qiymət 187 mindən düşüb 140 minə. 14 sotun içində 9 otaq 600 kvadrat metrdən ibarət olan həyət evimiz satışdadır. Evin keyfiyyətinə söz ola bilməz. Yəni çoxdan 20 ildən çoxdur tikilib bu ev. Yəni ki, hələ ki sağlam yerində qalır. Birinci mərtəbəsi remontludur, ikinci mərtəbəsində aboy yoxdur. Qiymət 140 mindir, sənəd bələdiyyə şərətnaməsidir, qeydiyyat kitabçasına düşmək mümkündür. Palma marketin düz yanında, yol kənarında yerləşir, obyekti də var. Həyətində 20-dən çox gördüyünüz kimi meyvə ağacları var, ərik var, üzüm var, nə bilim, heyva var. Əl damıdır, toyuq cücə saxlamaq üçün yer var, hal-hazırda çoxlu toyuq cücələr saxlanılır. 2 dənə belə terası var, birinci mərtəbənin və ikinci mərtəbənin. Düz evin bir dənə rəngi yoxdur, alan adam özü üçün. Yəni rəng elə, bunlar kasıb adam olduqları üçün özləri rəng eləmir də. Yəni ehtiyac olduğu üçün satılır kommunallar, qazı, suyu, işığı daimidir. Hal-hazırda özləri bu evdə yaşayırlar. Bir şey burada mənim marağımı çəkdi. Burada rahatlıqla 5-6 ailə yaşaya bilər. Və buradan terasa çıxışı var. Bir qapı oradadır. Və keçə evin belə çöldən girişidir. Gəldin, belə keçirik birinci mərtəbəsinə. Birinci mərtəbəsində böyük bir xoldur, zal kimi, xol kimi istifadə edə bilərsiniz. 80 sm olan daşlarla tikilmiş evdir. Rahatlıqla burada yaşaya bilərsiniz. 600 kvadrat metrdən ibarətdir tikili sahəsi. Keçir evin ikinci mərtəbəsini sizə təqdim etməyə. İkinci mərtəbəsinin xolundayıq. Geniş 2 dənə xolu var, normalni, qəşəng. Rahatlıqla burada toy nişan eləmək olar, maşallah. Qonaq otağına var, bəh, çox gözəl. Nədir bu, nə boyda yerdir bu. Geniş də böyük ailə burada yaşaya bilər də, yəni. Bir yataq otağıdır, amma yataq otağı 3 otağın biri demək olar ki, birləşdiriblər. Yəni çox qəşəngdir də. Geniş yataq otaqlarıdır. Rahatlıqla, bir də aboy yoxdur dostlar. İstəsəz aboy rahatlıqla özü üçün vura bilərsiniz. İstəməyəndə belə yaşaya bilər. Sonuncu yataq otağıdır. Keçəcəm indi yolu da göstərəcəm sizə. Rahatlıqla yol kənarında gözəl obyektli evdir. Keçək evin birinci mərtəbəsinə. İndi evin birinci mərtəbəsində yaşayış sahəsinə. Buranı da sizə tam göstərim. Evin belə qonaq otağıdır. 60 kvadratdan çox olar. İstilik sistemi kombidir və təmirlidir. Sağda belə yataq otağı yerləşir. Ölçüləri normaldır. Bir yataq otağıdır. 9 otaqdan ibarətdir bu ev. Reşotkalarına kimi vurulmuşdu. Hal-hazırda özləri yaşayırlar. Qiymət 140 mindir. İndirimə düşüb, şok qiymət. Maşallah, baxın bu otağa. Geniş böyük yataq otağıdır. Keçir evin mətbəx hissəsinə. Qovşağını sizə göstərim. Ayrı-ayrılıqdadır. Əl üz yumaq üçün yeri və içəridə hamamı var. İstipoldur. Keçirik sanitar qovşağını sizə təqdim edim. Gir yaşadı da. Rahatlıqla bura yayda da qonaq gələ bilərsiniz. Yəni alsaz bağ evi kimi də istifadə edə bilərsiniz. Mətbəxdir, bahalı mətbəx möbildən yığıblar, qalır. İstipoldur mətbəx, təcili satılır. Keçən də evin yol hissəsindən olan görüntüsünü sizə göstərim. Evin tam görünüşü çöl hissəsinin bu cürdür. Burada belə bir garajı var, yəni obyekt kimi də istifadə edə bilərsiniz. Tam yol kənarında yerləşir. Yol asfalt, Palma marketə yaxındır. Marşrut da keçir rahatlıqla, məktəb də yaxındır, bazar da yaxındır. Hər bir şey yaxınlığındadır. Belə. Obyekt kimi istifadə edə bilərsiniz. Təcili satılır, qiymət 140 min manat. Real alıcıma indirim olunacaq səhifədən gələn alıcıya. Təcili satılır. Tələsin dostlar. 14 sot torpaq havaydı da, yəni bu ev hədiyyə də elə bil. Təcili satılır.